Kirayə qaldığımız evdə həm dərin təmizlik, həm də dəyişiklik edirəm. Part 6. Bu dəfə yataq otağımız üçün divardan asmağa rəsm çəkəcəm. Ona görə də həmişəki kimi Pinterest-ə girdim axtarış üçün və qarşıma belə bir tablo çıxdı və dedim ki, mən bunu mütləq çəkməliyəm. Düzdür, seçdiyim rəsm çox çətin idi, həm də çox gözəl idi və rəsmədə böyük bir həvəslə başladım. Öncəliklə rəsmin arxa fonunu rənglədim. Burada ümumi rəsmi karandaşsız, elə birbaşa boyalarla çəkmişəm və bir bütöv günümü aldı. Bu isə çəkdiyim rəsmin son halıdır. Sizcə necə alındı? Mən isə çox bəyəndim. Həm tam şəkildəki kimi oldu, həm də tam ürəyimcə. Bu rəsmi düz çarpayının üst hissəsinə yapışdıracağam. Bir digər boş divar üçün isə belə bir xırda rəsmlər çəkdim. Burada həm sevdiyim cizgi filmlərdən olan rəsmlər var, həm də ki, sözlərin gücünə də inandığım üçün belə bir 2 ədəd motivasiya sözü də yazdım. Bütün rəsmləri bitirəndən sonra yoldaşımla bərabər başladıq hər birini yapışdırmağa. Bu birinci tərəfdir, mən çox bəyəndim. Həm rəsm çox gözəl görsənirdi, həm də otaq boş görsənmirdi. Ardınca isə digər rəsmləri bu boş divara yapışdıracağam. Amma öncəliklə həmin divarın orta hissəsinə uzun müddətdə hazırlayıb kənarda qalan arzu xəritəmi yapışdırdım və çəkdiyim rəsmləri də onun kənarlarına yapışdırdım. Məncə belə daha gözəl görsəndi. Sizi bilmirəm, amma pişiyim Lucy çox bəyəndi. Əlbəttə ki, sizin də fikirlərinizi gözləyirik. Hələ işimiz çoxdur. Növbəti və daha maraqlı vloqlarda görüşənədək.